Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində yenidən xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan iş saatını izləyirsiniz. Məşğulluq sahəsində baş vermiş ən son yeniliklər və xəbərlər ilə qarşınızdayıq. Efirimizə başlayaq. Bugün iş saatında agentliyin karyera məsləhəti xidmətindən və eyni zamanda karyera planlamasından danışacağıq. Qonağımızla birgə bu barədə ətraflı söhbətimiz olacaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Məşğulluğa dəstək layihəsinin bu il ikinci mərhələsinə başlanacaq. Dövlət Məşğulluq Agentliyi növbəti beynəlxalq uğura imza atıb. Xaçmaz Kobe evində agentliyin yeni xidmət pəncərəsi istifadəyə verilib. Daha ətraflı həftənin xəbər xilasəsində. Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünü məşğulluq proqramı işsizliyə son qoymaqla bərabər kiçik ailə biznesinə yiyələnmə imkanı yaradır. Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bir neçə ildir ki, özünü məşğulluq proqramının icra edildiyini və 100 mindən çox insanın bu proqramla əhatə olunduğunu bildirib. Özünü məşğulluq proqramına cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ildə 1172 nəfər təşkil edirdisə, sonrakı dövrdə bu göstərici 14,5-15 dəfəyədək artıb. Ötən ildə daha 16827 şəxs bu proqrama cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan məşğulluğa dəstək layihəsinin bu il ikinci mərhələsinə başlanacaq. Layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26700 nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30000 nəfərin kiçik bizneslərini qurmasına dəstək göstərilməsi nəzərdə tutulur. Dövlət Məşğulluq Agentliyi Xaçmaz Kobe evində yeni xidmət pəncərəsini istifadəyə verib. Burada vətəndaşların iş axtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, həmçinin peşə hazırlığına cəlb olunma, özünü məşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkili, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və digər xidmətlər həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi ABŞ-nin Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu Communities Hours beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb. Müsabiqədə agentliyin məzunların məşğulluq reytinqi platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti, məşğulluq xidmətində mükəmməllik və bacarıqlara əsaslanan icma xidmətində liderlik kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb. Qeyd edək ki, agentlik ötən ildə Communities Awards müsabiqəsində ictimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi önəmli məşğulluq proqramlarının biri də işəgötürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi proqramıdır. Bu proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. İşlə təmin olunmuş şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Ümumilikdə qeyd edilən proqram çərçivəsində 4800-ə yaxın şəxs işlə təmin olunub. Məşğulluq tədbirləri yalnız paytaxtda deyil, regionlarda da dinamik şəkildə davam edir. Ölkənin müxtəlif bölgələrində məşğulluq gündəmi yenə də aktivdir. Görüşlər, əməkdaşlıqlar, peşə bacarıqları, peşə imkanları və s. regionlarda görülən işləri indi birlikdə izləyəcəyik. Efirimiz davam edir. Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də özünü məşğulluq proqramıdır. Proqram çərçivəsində icra olunan məşğulluğa dəstək layihəsinin bir iştirakçısının uğur hekayəsini izləyəcəyik. Vətən müharibəsi iştirakçısı Murad Sultanov
Kişi bərbərxanası zərfi üzrə aktivlərlə təmin olunub. Dövlət dəstəyi ilə öz işinin sahibi olan qəhrəmanımızın layihə çərçivəsində keçdiyi yolu elə özündən dinləyək. Mən Sultan Murad Teymuroğlu, Quba rayonunda doğmuşam və hal-hazırda da orada yaşayıram. Muraddağ istiqamətində gedən döyüşlərdə iştirak etmişəm və müharibədən sonra da xidmətimi davam etdirmişəm, xidmət eləmişəm. Xidməti bitirdikdən sonra rayona qayıtdım və iş üçün sənət öyrənməyə qərarına gəldim və bərbərlik sənətini öyrəndim. Ləvazimat almaq üçün belə bir agentliyin olduğunu bildim və oraya müraciət etdim. Dərslər oldu, qoşulduq dərslərə. Gəlirlə bağlı hesabatın çıxarılması, xərclər, gəlirin hesablanması, bu barədə mən orada bəzi məlumatlar əldə etdim. Bu dərslərdən sonra bizə lazım olan ləvazimatlarla bağlı suallar, işlə bağlı suallar verildi. Ondan sonra da sağ olsun təmin edilər mənə hər şey. Özümə salon açmaq istəyirəm, yeni bir salon. Öz tələbələrim ola bilər gələcəkdə və digər şəxslər, yəni işləmək istəyən şəxslər orada fəaliyyət göstərə bilər. Məşğulluq tədbirləri əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə də icra olunur və əsas prioritet məsələ öz doğma yurduna köçmüş şəxslərin məşğulluğunun təminatıdır. Böyük qayıdış proqramı çərçivəsində öz doğma yurduna köçürülərək məşğulluğu təmin edilən vətəndaşlarımızdan biri də Elçin Əliyevdir. Uşaqlıqda Xocalını tərk eləməyə məcbur olan həmsöhbətimiz Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan əmək yarmarkasında təqdim olunmuş uyğun vakansiya üzrə işə götürülərək doğma yurdunun sakinlərinə xidmət etmək arzusunu gerçəkləşdirib. O hazırda Sokarın Azərqaz İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsində Çilingər vəzifəsində işləyir. Mən Əliyev Elçin Şuroğlu, 1987-ci ildə Xocalı rayonunda anadan olmuşam. Uşaqlığım burada keçib. Məcburi köçkün düşərək Göyçay rayonunda məskunlaşmışam. Həmişə arzum olub ki, öz ata-baba yurduma qayıdım və burada nəsə bir işlə məşğul olum. Çox şükürlər olsun ki, qələbə çaldıq. Artıq arzuma çatdım mən. Böyük qayıdış proqramı çərçivəsində öz yurt yuvama qayıtdım. Qayıdandan sonra mən artıq işlə bağlı müraciət elədim. Dövlət Məşğulluq Agentliyinin Azərqazla birgə keçirdiyi əmək yarmarkasında iştirak etdim və orada Azərqazın təşkil elədiyi vakant yerlərindən baxdım, kurslara cəlb olundum. İndi hal-hazırda Azərqazın Qarabağ Regional Qaz İstismar İdarəsində Çilingər vəzifəsində işləyirəm. Xocalı rayonunda növbəti köçlə bağlı gəlib biz onlara qaz xəttlərini çəkirik, sayğac quraşdırırıq ki, gələndə hər bir şey rahat olsun. İş saatını izləyirsiniz, hörmətli tamaşaçılar. Bugün efirimizdə karyera planlamasından danışırıq. 2026-cı il yeni başlayıb və düşünürük ki, öz karyerası ilə bağlı bu il mühüm qərarlar verən şəxslər üçün mövzumuz və qonağımızın verəcəyi mesajlar, məlumatlar maraqlı olacaq və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Karyera Planlaması şöbəsinin müdürü Zeynəb Həsənovadır. Xoş gördük sizi, xoş gəlmişsiniz Zeynəb xanım. Xoş gördük Əsmər xanım, təşəkkür edirəm dəvət üçün. Biz təşəkkür edirik. Qeyd elədiyim kimi il yeni başlayıb. Biz danışacağıq qərar verməkdən, ili planlaşdırmaqdan, ümumilikdə karyera planlamasından. Amma ilk olaraq istəyirəm elə əsas anlayışdan başlayaq söhbətimizə. Karyera planlaması nədir və ümumiyyətlə bir şəxsin karyera inkişafında niyə bu qədər önəmlidir? Adını tez-tez eşidirik karyera planlamasını. Çox aktual bir mövzudur. Karyera planlaması ümumilikdə insanın öz potensialını, bacarıqlarını və həyat məqsədlərini nəzərə alaraq öz peşə yolunu şuurlu şəkildə qurmasıdır deyək. Bu bizim hansı işlə məşğul olacağım, yaxud da ki, hansı vəzifədə olacağım sualına cavab vermək deyil qısaca desək. Karyera planlama insanın özünü tanıması ilə başlayır və bazarı oxuması ilə davam edir. Bu niyə bu qədər vacibdir? Çünki biz planlama bilirsiniz ki, bütün işlərin özəyini təşkil edir və planlama olmadan insanlar təsadüfi seçimlər edirlər.
və qısa müddətli qərarlar verirlər və bu da uzun müddətli dövrdə onların ya motivasiyalarını itirmələrinə səbəb olur və yaxud da ki, istiqamət boşluğu yaranır onlarda. Planlama isə bunun qarşısını alır. Artıq insanlar hansı istiqamətə gedəcəklərini bildikləri üçün öz karyeralarının üzərində bir güc sahibi olurlar. Yəni nəzarət onların əllərində olur. Bu səbəbdən karyera planlaması çox vacibdir. Yəni bu təsadüfləri belə deyək minimuma endirmək üçün lazımdır. Daha planlı hərəkət eləmək üçün də belə deyək. Bugün əmək bazarı çox dinamikdir, dəyişir, yeni tələblər meydana çıxır və müasir əmək bazarının tələbləri tamamilə fərqlidir. Karyera planlaması eləyən zaman bugünkü həm rəqabətli, həm də dinamik əmək bazarında hansı amillər ümumilikdə nəzərə alınmalıdır? Yəni ki, şəxs hansı meyarlara əsas götürülməlidir? Onun bacarıqlarını mı, əmək bazarının tələblərini mi, yoxsa bu siyahıya başqa amilləri də əlavə eləmək olarmı? İlk olaraq bunu bilməliyik ki, biz karyera planlaması elədikdə, istər həm özümüz üçün, həm də başqa insanlar üçün bunu nəzərə almalıyıq ki, biz yalnız şəxsin istəklərini əsas götürə bilmərik. Yəni mən tutaq ki, astronavt olmaq istəyirəm, yaxud da data analitik olmaq istəyirəm. Bu mənim planlamam üçün bir əsas deyil. Biz bir neçə meyar əsas götürməliyik. İstəklər önəmlidir, təbii ki. İkinci bir məsələ bizim dəyərlərimiz nələrdir? Bizim meyllərimiz nələrdir? Bunlara əsas götürməliyik. Digər bir məsələ bizim bacarıqlarımız nələrdir və hansı bacarıqları biz inkişaf elətdirməliyik? Əmək bazarının reallığını mütləq şəkildə nəzərə almalıyıq. Çünki biz ola bilər ki, başımıza aşağı salıb nəyisə inkişaf ilə məşğuluq, amma əmək bazarının həmin şeyə heç ehtiyacı belə yoxdur. Və təkcə cari anı nəzərə almaq kifayət eləmir. Çünki qeyd etdiyiniz kimi bazar sürətli şəkildə dəyişir. Biz buna görə də karyera planlaması eləyəndə eyni zamanda gələcək trendləri də nəzərə almalıyıq. Və ən uğurlu karyera qərarları məhz bu 4 dənə amilin kəsişdiyi yerdə yaranır. Yəni həm özümüzün istəklərimiz, dəyərlərimiz, həm bacarıqlarımız, həm əmək bazarının reallığı, həm də gələcək trendlər. Və biz eyni zamanda bu sualı verməliyik ki, yalnız mən nə istəyirəm yox, bazarın nəyə ehtiyacı var? Bazar nəyə ehtiyac duyur? Çünki bugünkü əmək bazarı yalnız bir diplomla artıq iş tapmaq məsələsi həll olunmur. Əvvəllər necə idi? Biz düşünürdük ki, əgər təhsil alaramsa, mən artıq bir pillə qabaqdayam. Bir 5 il bundan qabağa qədər hətta dil bilikləri bizi qabağa çəkə bilirdi. Lakin indiki şəraitdə isə biz o bacarıqlarla belə çox da qabağa keçə bilmirik. Biz düşünməliyik ki, mən bazar üçün hansı problemi həll edə bilən bir mütəxəssisəm? Yəni bu sualı verməliyik ki, bazar mənə niyə ehtiyac duysun? Bunu adətən müsahibələrdə HR-lar soruşurlar ki, sizi niyə işə götürək? Bu sualı o mərhələyə gəlməmişdən qabaq biz özümüzə verməliyik ki, məni niyə işə götürsünlər? Mən necə bir fərq yarada bilirəm? Mən hansı problemi bazarda həll edə bilirəm? Yəni karyera planlamasını biz eləyərkən bu amillərin hər birini nəzərə almalıyıq. Ümumiyyətlə əmək bazarının dəyişməsi bugün belə deyildi, bu məsələdə əsas təsir edici qüvvələrdən biridir və yeni peşələrin yaranması məsələsi də var. Bu ümumiyyətlə rəqəmsallaşma, yeni peşələrin yaranması, əmək bazarının tələbləri karyera planlamasına necə təsir eləyir və şəxs özünü bu istiqamətlərdə inkişaf elətdirmək üçün nə etməlidir? Belə deyək, texnologiya ilə bağlı bir mif var idi ki, insanları işsiz qoyacaq. Bir müddət insanlara çox ciddi ajotajlar yaratdı ki, işsiz qalacaq. Amma texnoloji inkişafdır, bu rəqəmsallaşma və s. bunlar insanları işsiz qoymurlar. Bunlar onunla ayaqlaşa bilməyən insanları sadəcə geridə qoyurlar, belə deyək. Darwinin təkamül nəzəriyyəsinə bağlı bir fikir vardı. Mən o fikri çox bəyənirəm. Deyir, güclülər yox, adaptasiya olanlar qala bilər həyatda. Əslində texnologiya ilə bağlı iş həyatında bu belədir. Biz nə qədər adaptasiya ola bilsək və onunla ayaqlaşa bilsək, biz belə deyək, əmək bazarında o qədər sağ çıxa biləcəyik. Buna görə biz onu bir alət kimi görməliyik və öz lehimizə istifadə etməliyik. Yəni biz texnologiyaya qarşı yox, onunla hərəkət etməliyik. Və bu təbii ki, dəyişikliklər peşələrin belə deyək transformasiya elətdirir. Bəzi vəzifələr, klassik vəzifələr avtomatlaşır, bəzi vəzifələr ümumiyyətlə təzə bacarıqlar tələb eləyir. Bunları yaxşı müşahidə edib tapmaq lazımdır və bu bacarıqları da özümüzdə inkişaf elətdirməliyik. Yəni o bizə yaxşı tərəfindən də baxaq ki, texnoloji dəyişikliklər bizim nə qədər işimizi sürətləndirir. Bəli. Və nə qədər işimizin keyfiyyətini də artıra bilir. Hansısa ki, insan amilini bəzi məsələlərdə aradan çıxardır və daha düzgün, daha keyfiyyətli işin ortaya çıxmasına təsir göstərə bilər. Ona görə sadəcə o texnologiyaya ayaqlaşmaq və onun tələb elədiyi bacarıqları yiyələmək lazımdır. Ümumiyyətlə 21-ci əsrdə tək bir bacarıq, hansı bacarığın vacib olduğunu düşünürsünüz desəz, mənə görə insanlar öyrənməyi öyrənməlidir. Çünki bu bacarıq ömür boyu bizə lazım olacaq. İstənilən dəyişiklik həyatda baş verəcək və biz öyrənməyi öyrənə bilsək, istənilən dəyişikliyi inteqrasiya edə biləcəyik özümüzə. Məsələn, indiki dövrdə rəqəmsal savadlıq çox önəmlidir. Kommunikasiya, adaptasiya, bunlar fikir veririk ki, vəzifələr dəyişsə belə, bütün vəzifələr üçün universal olan kompetensiyalardır. Çox yaxşı bir hissəyə toxundu. Zeynəb xanım, adətən mühüm qərarlar il başlayanda verilir
biz hansı bir işi görmək istəyiriksə, nə isə yeni bir işə başlayacağıqsa, bunu deyirik ki, yeni ildən, yanvardan artıq eləyəcəm. Və bu məsələdə məncə karyera planlaması məsələsi də gündəmə gəlir. Çünki insanlar özləri üçün, belə deyək də, bir tasklar müəyyənləşdirirlər ki, mənim yeni il üçün, qarşıdakı il üçün əsas tapşırıqlarım nə olacaq? Mən həmişə bunu yazıram. 2025-ci ilin tutaq ki, hesabatını özüm üçün yazdım və 2026-cı il üçün hədəfləri müəyyənləşdirdim. İndi mən bilmirəm bunu düzgün addımlarla yerinə yetirmişəm, yoxsa yox. Ona görə sizdən soruşmaq istəyirəm bir peşəkar kimi, bu planlaşdırma necə olmalıdır? Karyera planlaması istiqamətindən getsək. İnsanlar hamıda var. Bu il nəfəri çox motivasiyalı başlayırlar, amma motivasiyanı mən həmişə deyirəm ki, disiplin motivasiyadan daha önəmli və nəticəyə aparan bir alətdir. Çünki hamıda bir ümumi enerji olur ki, təzə dəyişiklik eləyəcəm və s. Amma Drucker'in çox qəşəng bir cümləsi var, çox bəyənirəm. Deyir ki, ölçmədiyin şeyi idarə edə bilməzsən. Mənə görə bizim bu hədəflərlə bağlı nəticə yönümlü olmamağımızın əsas səbəbi biz hədəflərimizi çox emosional şəkildə qoyuruq və ölçülə bilən şəkildə qoymuruq. Sadəcə bunu istək kimi qoyuruq ki, smart olmalıdır da. Yəni bəli, eyni ilə onu. Mən o modeli həmişə tövsiyə edirəm. Çünki biz hədəflə, belə deyək də, istəyin fərqi nədir? Hədəf planlı istəkdir. Biz istəyə plan əlavə etdikdə, o artıq bizim üçün hədəfə çevrilir. Və hədəfə çevriləndə biz artıq onu izləmək daha rahat olur. Biz sizin dediyiniz kimi smart modelini hər zaman tövsiyə edirik karyera planlamada. Birincisi, çox spesifik bir hədəf qoymaq lazımdır. Mən, məsələn, karyera inkişafı istəyirəm, bu bir hədəf deyil. Bu çox ümumi bir məsələdir və istəkdir. Biz bunu spesifikləşdirməliyik. Məsəl üçün, mən hansı konkret pozisiyaya gəlmək istəyirəm, bunu özümüzə qoymalıyıq. Və yaxud da ki, mən tutaq ki, əmək bazarında HR sahəsində bir karyera qurmaq istəyirəm və bununla bağlı 6 ay müddətində 2 spesifik bacarığımı inkişaf elətdirəcəm. Bu çox netdir. Həm zamanla məhdudlaşdırılmış bir hədəfdir, həm spesifikdir, həm bizim ümumi hədəflərimizlə əlaqəlidir, həm də ölçülə biləndir. Mən 2 bacarığın inkişafından danışıram. İndi bunun da ümumi xarakter daşımaması üçün təbii ki, mən o pretest, post-test eləyib də ölçməliyəm ki, mənim o bacarıqlarım əvvəl hansı səviyyədədir və mən hansı səviyyəyə kimi daşımaq istəyirəm. Yəni, bu hədəflərimizi bu cür disiplinə gətirsək, planlaşdırsaq, bunu izləməkdə daha rahat olar və nəticə yönümlü olar. Artıq istək olmaqdan çıxar. Yəni, mən onu tövsiyə edirəm ki, mütləq şəkildə ölçə biləcəyimiz məsələləri özümüzə hədəf kimi qoyaq. Ümumiyyətlə, ilin belə planlaması nə qədər vacibdir? Çünki çox adam var ki, mən bunu eşitmişəm hətta ətrafda ki, mən yazmıram. Belə buraxıram ki, eləmək istədiklərim var, bunu eləyəcəm. Sadəcə olaraq, belə deyim də, şəxs onları birini ağlında saxlayır, amma yazıya tökmür. Sizin dediyiniz kimi bir planlamaya, bir orada ölçülə bilən hissələrə tökmür. Ümumiyyətlə, bu nə qədər vacibdir? Yəni, bunu eləmək və eləməmək, müqayisə eləsə insana nə qazandırır? Birincisi, yazıda olmağın, bunu araşdırmalarda göstərilir ki, və gözümüzün önündə olması, o daima bizə xatırladıcı bir xarakter daşıyır və biz onu vizual görürüksə, avtomatik ona bağlı nələrsə görmək istəyir. İkinci bir məsələ, mənə görə beynimiz çox ciddi bir orqanımızdır və mən onu hansısa bir qaralama dəftər kimi istifadə eləmək istəmirəm də. Yəni, o məlumatların orada saxlamaq elə bilirəm ki, beynə xəyanətdir də, yəni onu daha yaxşı elə üçün istifadə edə bilərəm. Ona görə yazılı olmağı daha yaxşıdır. Bir də yazıda beyin dəqiqədə çox fikir yarada bilir. Yazıda isə biz daha strukturlu eləyə bilirik bunu və sistemli şəkildə gözümüzün qabağında olur. Beyində sanki biraz düşüncələr təzə yaranır deyə xaotik şəkildə gedir. Ona görə onları izləmək üçün bir də beyin düşüncə yaradan bir orqandır. Yəni, yenə dedim ki, qaralama kimi istifadə etmək lazım deyil. Ondan fikirlər yaransın, planlarımızı dəyişiklik eləyək. Amma mütləq şəkildə yazılı şəkildə gözümüzün önündə olsun ki, həm onları izləməkdə daha rahat olsun bizim üçün, həm də bizə xatırlatma eləyəcək və bizi, belə deyək, fokusumuzu yayındırmayacaq. Biz biləcək ki, biz bu hədəflərə doğru getməliyik. Ona görə mən hər zaman tövsiyə edirəm ki, yazılı şəkildə mütləq hədəflərimiz qarşımızda olsun. Yəni. Həm də mən bir məsələni də burada üstünlük hesab edirəm ona görə yazmağı ki, sən ilin sonunda bir növ özünə hesabat verirsən ki, yazdıqlarıma nə qədər önəmsədim, öz yazdığımı nə qədər önəmsədim və bunları nə qədər yerinə yetirdim. Bunun psixoloji təsirləri də çox olur. Dopamin məsələləri falan olur. İnsan özündə özgüvən gəlir insana, bacardığın şeyləri gördükcə. Biz bəzi şeyləri bacarırıq və onu üzərində refleks eləmədiyimiz üçün elə şeyləri elədiyimizdən xəbərimiz olmur. Amma yazılı şəkildə sənin qabağında bir data var artıq ki, sən sabah başqa bir hədəfə çatmaq istəyəndə o data sənə göstərir ki, sən bacarmısan, sən bunların öhdəsindən gəlmisən və başqalarını da eləyə bilərsən. Ona görə bir motivasiya aləti deyə düşünürəm həm də. Bəli, düz deyirsiniz. İş dünyası sürətli şəkildə dəyişir. Biz qısa müddətli hədəflərdən danışırıq. Bir ilin planlamasından belə deyək də danışdıq. Bir də var uzun müddətli karyera planlaması. Bunu necə eləmək lazımdır və burada hansı
amillər nəzərə alınmalıdır? Mən biraz məsələləri düsturlaşdıran insanam, sadə olsun deyə. Bununla bağlı mən düşünürəm ki, bu dəyişən dövrdə uzunmüddətli karyera planları qurmaq üçün biz 2 dənə amilə diqqət etməliyik. Birincisi çeviklik məsələsidir. Siz indi hesabatlara da baxsaz görərsiniz ki, dəyişən dövrün ən çox tələb olunan bacarıqlarından biri də çevikliklə adaptasiyadır. Biz nə qədər çevik reaksiya verə bilsək dəyişikliklərə, bizim karyera planlamamızın da belə deyək, yanlış getmə ehtimalını azaldırıq. Yəni biz bu demək deyil ki, karyera ümumiyyətlə xətti bir yol deyil ki, biz onu əvvəldən düz xətt kimi çəkək və deyək ki, bu belə gedəcək. O mütləq şəkildə dəyişikliklərə baş verəcək. Ona görə birinci çevikliyi özümüzdə inkişaf etdirməliyik. İkinci bir məsələ, biz hədəflərimizi sabit bir vəzifələrin üzərində qurmamalıyıq. Biz hədəflərimizi rolların üzərində qurmalıyıq, rol və bacarıqların. Əvvəllər belə idi ki, 3 il bundan qabaq məndən soruşulsaydı bu sual, mən deyərdim ki, bizim karyera səbətimizdə bir neçə vəzifə olmalıdır. Məsələn, siz tutaq ki, jurnalistsiz, eyni zamanda data analitikasında öyrənsəniz, sizin üçün yaxşı olar ki, bir peşəni itirəndə başqa bir peşədə olsun sizdə. Amma indi mənim də bu zaman dəyişdikcə fikirlərim dəyişir və görürəm ki, biz rollara fokuslanmalıyıq. Məsələn, sizin komandada xüsusi bir rollarınız var. Hansı ki, məhz siz onları qata bilirsiniz komandaya. Və bacarıq setlərinə fokuslanmalısınız ki, hansı bacarıqlar iş dünyasında gərəklidir və onları topladıqdan sonra artıq siz karyera yolunuzda neçə dəfə vəzifə dəyişsəniz belə sizin üçün problem olmayacaq. Məsələn, siz kommunikasiya bacarığını götürmüsünüz, rəqəmsal savadlığı götürmüsünüz və bu bir neçə iş ailəsində işləmə imkanı sizə verə bilər. Yəni, amma siz məsələn bir vəzifəni özünüzə əsas götürsəniz ki, mən uzunmüddətli dövrdə tutaq ki, PR direktoru olacağam. Bu özünüzü məhdudlaşdırmaqdır, biraz potensialınıza da xəyanətdir. Yəni, ola bilər ki, gələcəkdə o vəzifə də ləğv olsun, yaxud da ki, sizin özünüz 1-2 il sonra onu istəməyə də bilərsiniz. Amma düşünəcəksiniz ki, mən ora gəlmək üçün çox əziyyət çəkmişdim əslində. Yəni, fokusun ona görə konkret bir vəzifəyə qoymaqdansa, rolların və bacarıqların üzərinə qoymaq, uzunmüddətli bu dövrdə karyera hədəflərimizə çatmamıza daha belə əl çatan eləyər bizim üçün. Zeynəb xanım, bilirik ki, bugün şəbəkələşmə çox önəmlidir və günümüzün, belə deyək, əsas hissəsindən əmək bazarı, karyera inkişafı, daha çox yerə əl çatan olmaq, daha çox məlumatlı olmaq üçün şəbəkələşmə çox önəmlidir. Bir də var mentorluq xidməti. Ümumiyyətlə, bu 2 amillər bugün nə qədər önəmlidir karyera planlamasında və bunu şəxslər necə istifadə etməlidirlər? Mentorluq çox-çox önəmli anlayışdır və mən çox sevinirəm ki, bu getdikcə öz aktuallığını artırır və insanlar bunun fərqinə varır. Hər kəsə mentor lazımdır və mentor olan şəxslərə belə mentor lazımdır və bir neçə mentorumuz ola bilər, bu çox təbiidir. Burada önəmli məqam odur ki, biz mentorlar barədə birincisi onları ilahiləşdirməyək, biz düşünməyək ki, biz bir insanı tapmışıq və o hər şeyin cavabını bilməlidir. Xeyr, yəni ilk olaraq biz gözləntilərimizi nizamlamalıyıq. Və buna görürəm ki, bir neçə mentorumuz ola bilər. Biz o adamı mükəmməlləşdirəndə və o adamdan hər şey gözləyəndə nə baş verə bilər? Birincisi, o adam bizi məyus edə bilər, o da bizim öz gözləntimizdir. İkincisi, biz mentorsuz qala bilərik. Çünki biz o mükəmməl adamı axtaranda bizə başqa sahələrdə mentorluq eləyə biləcək insanları qaçıra bilirik. Biz çünki düşünürük ki, bir profil tapacağam və mənim bütün problemlərimi həll edəcək. Buna görə buna diqqət etməliyik. İkinci və ən önəmli məsələ mentor seçimində dəyərlərin uyğunlaşmasıdır. Biz bazara baxanda görürük ki, çox uğurlu insanlar var və düşünürük ki, mən çox istəyərdim ki, həmin uğurlu insan mənə mentorluq eləsin. Amma insan uğur qazanmasının kökündə qərarları durur və qərarların da bazasında dəyərləri durur. Çünki insanın hansı qərarını verəcək, onun dəyərləri müəyyənləşdirir. Məsələn, mənim faydalı olmaq dəyərim varsa, mənim qarşıma seçimlər çıxanda mən avtomatik o dəyərimi əsas götürüb qərar verəcəm. Mənim pul qazanmaq kimi, gəlir yaratmaq kimi bir dəyərim varsa, mən yenə də qərarlarımı onun üzərində verəcəm. Bizdə yanlış anlaşılma mentorluqda bu olur ki, biz kimisə görürük uğurlu bir biznesmendir, məsəl üçün. Biz isə sosial sahədə işləyirik və düşünürük ki, o uğurlu bir insan da mənə mentorluq eləyə bilər. Bu sual özümüzə verməliyik ki, onun dəyərləri nədir, mənim dəyərlərim nədir? Çünki onun qərarlarına onun dəyərləri təsir göstərir. Mənimkilər də mənim təsir göstərir. Bunu dəqiq müəyyənləşdirməliyik ki, və öz dəyərlərimizə uyğun insanları mentor kimi seçməliyik. Belə olanda əlbəttə ki, mən mentora həmişə bu kimi baxıram ki, vaxt və səhv qənaətidir mentor seçimi. Çünki insan bütün səhvləri öz edəcək qədər uzun yaşamır. Ona görə o səhvləri artıq etmiş, həmin yolu görmüş, belə həmin getdiyin xəttə getmiş insanların sənə məsləhət verməsi çox-çox dəyərli bir şeydir. Və öyrənməni də mənə görə iş həyatında öyrənmənin fərqli yolları var da. Ən effektiv yollarından biri məhz mentorluq vasitəsilə öyrənmədir. Şəbəkələşməyə gələndə, şəbəkələşmə ilə bağlı çoxlu miflər var. Bunlara biraz toxunmaq istəyirəm. İnsanlar elə bilirlər ki, LinkedIn izləyici sayının çox olması onun bir network deməkdir. Mən həmişə bu sualı verirəm ki, və bunu fəxrlə yazanlar var ki, 20 min izləyicim var. Həmişə bu sualı verirəm ki, sənin bir problemin olanda
o 20 minin neçəsi sənə dəstək ola bilər. Yəni seçib deyə bilərsən ki, orada mənə 5 nəfər, 6 nəfər. Çünki bizdə yanaşma elə bilirlər ki, forumlarda vizit kart paylamaqdır, yaxud da ki, kimisə nömrəsini götürməkdir. Bunlar əlaqə yaradır. Mən həmişə insan münasibətlərinə canlı orqanizmlər kimi baxıram və düşünürəm ki, davamlı şəkildə o bəslənməlidir. Və şəbəkələşməyə də belə baxıram. Və şəbəkələşmənin əsas nöqtəsi budur ki, biz düşünürük ki, mənə o insan nə verə bilər? Amma sağlam şəbəkələşməni yaradan sual budur ki, mən o insana nə verə bilərəm? Yəni biz həmişə almağa fokuslanırıq, amma biz verməyə fokuslansaq və mən onda nə dəyər yarada bilərəmə fokuslansaq, o münasibət daha sağlam olur. Çünki bu sual ağlımızda olanda biz avtomatik onun işinə yaramağa çalışırıq həmin insanın. Və biz kimisə işinə yarayanda onda bir minnət borcu yaranır və düşünür ki, mən də bunu ona qaytarmalıyam. Və belə olduqda daha sağlam bir münasibət yaranır. Çünki şəbəkələşmə çox önəmlidir və peşəkar dəyər mübadiləsidir. Çünki həmin şəbəkələşmə ilə siz iş problemlərinizi həll edə bilərsiniz, özünüzə başqa bir yerdə iş tapa bilərsiniz. Hansı ki, bəzi elanlar ümumiyyətlə headhunting məsələləri var da, bunlar hamısı elana çıxmır. Tövsiyə ilə bugünkü dünyada tövsiyə əsaslı işə qəbul nə qədər aktuallaşıb. İnsanlar çünki güvəndiyi insanlarla işləmək istəyir. Və həmin insanlara tapmaq üçün də güvəndiyi insanların fikirlərini alır. Güvən də sadəcə LinkedIn-də connection göndərməklə olmur da, onu inşa eləməlisən. Ona görə şəbəkələşmənin əhəmiyyəti çox böyükdür. Qabağımıza bir məsələ çıxa bilər, çox bürokratik bir yollarla həll oluna bilər, amma biz onu öz əlaqələrimiz vasitəsilə çox sürətli şəkildə həll edə bilərik. Əslində bu da bir insan idarə etmə bacarıqlarından biridir, o people management skill dedikləri. Yəni biz insanlarla bu cür əlaqələr yaratmalıyıq ki, bir-birimizə fayda toxunaq. Və əsas sual dediyim kimi, mən nə qata bilərəm, mən nə dəyər yarada bilərəm olmalıdır. Mentorluq məsələsi ilə bağlı bir dəqiqləşmə eləmək istəyirəm. Ola bilər ki, tamaşaçılarımızda sual yaransın ki, bir şəxs özünə mentor axtaran zaman dəyərlər məsələsini qeyd elədiniz. Bu çox vacib bir məsələdir. Tutaq ki, şəxs HR sahəsində çalışırsa, mütləq onun mentoru da HR sahəsinin mütəxəssisi olmalıdır. Yoxsa burada belə bir tələb yoxdur. Belə deyək də, siz mentorluq almaq istədiyiniz şeyə baxmalısınız. Sizin əgər mentorluq almaq istədiyiniz xidmət, tutaq ki, HR-da hansısa bir bazada dərinləşməkdirsə, təbii ki, yaxşı olar ki, həmin sahənin eksperti olasınız. Amma siz məsələn hansısa bir bacarığınızı inkişaf etdirmək istəyirsiniz. Məsəl üçün siz HR-sınız, amma kommunikasiya bacarığınızı, təqdimat bacarığınızı inkişaf etdirmək istəyirsiniz. Ola bilər ki, siz bunu bir marketoloqdan da öyrənə biləsiniz. Baxırsınız ki, görürsünüz dəyərləriniz uyğunlaşır, onun özünü ifadə etmə tərzi sizə daha uyğun gəlir və siz ona deyə bilərsiniz ki, mən istəyirəm ki, mənə bu mövzuda mentorluq eləyəsiniz. Yəni, şərt deyil, sırf sizin marağınız nəyədir və nəyi inkişaf etdirmək istəyirsiniz, ona uyğun ekspert seçə bilərsiniz. Əla. Zeynəb xanım, bir də var şəxsin özünü tanıması, öz potensialını, öz güclü tərəflərini bilməsi. Bu, sizcə karyera planlamasında necə fərq yaradır? Mən düşünürəm ki, şəxsin öz karyera yolunda doğru addımlar atması üçün birinci növbədə özünü tanıması, öz potensialına bələd olması çox vacibdir. Sizin yanaşmanızda işləyək. Özünü tanıma çox düzgün dediniz. Mən bayaq da qeyd elədim ki, karyera planlama məhz özünü tanımadan başlayır. Mən hətta bunu idarə etməklə də bağlı düşünürəm ki, biz nə qədər çox özümüzü tanısaq və başqalarının da o qədər daha yaxşı şəkildə rəhbərlik eləyə bilərik. Çünki özümüz bilirik ki, gözləntilərimiz nələrdir, bizim zəif və güclü cəhətlərimiz nələrdir, biz hansı hadisələrə necə reaksiyalar veririk və bunların fərqində olmaq çox-çox önəmlidir. Ümumiyyətlə, bu özünü tanıma, öz fərqindəlik emosional zəkanın birinci elementidir. Və günümüz dünyasında IQ ilə bilirsiniz ki, artıq bərabər tutulur emosional zəka. Hətta bəzi məsələlərdə, xüsusən idarə etmədə daha ön plana çıxır. Ona görə çox önəmlidir. Güclü tərəflərlə bağlı mənim çox şanslı idim ki, karyerama başlarında bir mentorum olmuşdu və mənə həmişə insanlar deyirlər ki, məsələn, bu zəif cəhətlər varsa, bunun üzərinə fokuslanın və onları inkişaf elətdirin. O mentorum mənə çox yaxşı ki və ilk karyera ilimdə bunu eşitmişdim. Mənə demişdi ki, Zeynəb, sən əgər zəif tərəflərinə fokuslansan, sən onları inkişaf elətdirəcəksən və ortalama bir yerə gələcəksən. Çünki bazarda bunu zaten olan insanlar var. Amma dedi, sən güclü tərəflərin yuxarıdadır. Buna fokuslansan, sən fərq atacaqsan. Və məni güclü tərəflərimə fokuslanmağa yönəlmişdi. Bu çox yaxşı bir tövsiyə idi və mən fikirləşirəm ki, doğrudan insan təbiətən güclü tərəflərini daha rahat inkişaf elətdirir. Nəinki, məsələn, sizin rəqəmlərlə işləməklə aranız yoxdursa, belə deyək, meyliniz onun tərəf deyilsə və kimsə sizə davamlı şəkildə deyirsə, sən Excel-i mütləq şəkildə bilməlisən, o bir növ sizin potensialınıza xəyanət edir. Çünki siz oturub ona o qədər vaxt sərf edirsiniz və nəticədə sadəcə ortalama bir olacaqsınız. Amma güclü tərəfləriniz daha rahat bir şeydir. Məsələn, insanlara sual var ki, mən öz güclü tərəflərimin fərqində deyirəm. Necə bilə bilərəm? Hamının indi karyera konsultasiyası almaq kimi imkanı olmur. Baxmayaraq ki, biz dövlət olaraq bunu pulsuz şəkildə təmin edirik. Mən o zaman insanlara bir neçə sual var ki, bunu tövsiyə edirəm ki, bu sualları özünüzə verin.
Məsələn, nələri eləmək sizdə çox rahat şəkildə alınır. Yəni onunla məşğul olma, siz əziyyət çəkmirsiniz. Yəni bunları bir fikirləşmək lazımdır. İkinci bir məsələ, insanlar sizə hansı məsələlər barədə tərif deyirlər. Sizi təqdir edirlər ki, məsələn, Əsmə xanım, çox yaxşı kommunikasiyanız var. Məsələn, siz onun fərqinə deyilsiniz sizin güclü cəhətinizdə. Üçüncü bir sualda həmişə bunu verirəm ki, insanlar sizə hansı məsələlərdə kömək üçün gəlirlər. Yəni, sizdən kömək istəyirlər. Bəli, hansı məsələdə deyirlər ki, Əsmə xanımla məsləhətləşək. Bunları birləşdirəndə görəcəksiniz ki, bunların çoxunun cavabı eyni şeylərdir və bu sizin güclü tərəflərinizi ortaya çıxardır. Və siz bunun fərqində olanda istərsəməz motivasiyanız da daha yaxşı olacaq. Çünki sizin üçün rahat gələn, o bir dənə söz var, deyir ki, əgər sevdiyin işi görsən, bir gün belə işləməmsən. Bu həmin məsələdir. Siz güclü tərəflərinizin ortaya çıxdığı işləri görəndə, siz özünüzü yorğun hiss eləməyəcəksiniz. Sizin ekstra bir motivasiya ehtiyacınız olmayacaq və sizin karyera yolunuz daha dayanıqlı olacaq. Yəni ortada bir sapmalar, kənarlaşmalar olmayacaq. Ona görə güclü tərəflərin dediyiniz kimi fərqini almaq çox-çox önəmlidir. Siz qeyd elədiniz ki, biz elə vətəndaşlara ödənişsiz şəkildə dövlət olaraq bu xidməti göstəririk. Bəli, karyera planlaması istiqamətində elə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının fəaliyyəti böyükdür. Mərkəzi Karyera filialı bu istiqamətdə hansı işləri görür? Bizim işimiz peşəyönümü məsləhət xidmətini həyata keçirməkdir. Biz vətəndaşlara karyera planlaması ilə bağlı dəstək göstəririk və çalışırıq ki, biz dayanıqlı karyera qurmaqları ilə bağlı onlara köməklik göstərək. Bizim peşəkar karyera məsləhətçilərimiz var. Onlar vətəndaşlarla görüşlər keçirdirlər və bayaq danışdığımız məsələləri, hansı ki, onların bacarıqlarıdır, meylləridir, dəyərləridir, bunların ölçülməsi və onların bunu çatdırılması ilə məşğullar. İnsanlarla bir növ maarifləndir və fərqindəlik yaradırlar və karyera planlamasını həyata keçirirlər onlar üçün. Onlara CV və rüzumə ilə bağlı məlumatlar verirlər, müsahibə texnikalarını onlara izah edirlər, iş axtarış alətləri barədə məlumat verirlər. Yəni biz əsas məqsədimiz hansısa bir vakansiyanı doldurmaqdan daha çox peşəyönümü xidmətini həyata keçirməkdir. Bu bir aktiv məşğulluq tədbiridir və maarifləndirməni eləməkdir. İnsanlar zaten problemlərin çoxu maariflənmənin olmamasından yaranır. İnsanlar nə qədər özləri haqqında məlumatlı olsalar, qərarları bir o qədər də daha uyğun qərarlar olar və daha risksiz, səhvsiz qərarlar verərlər. Biz bununla bağlı təkcə 2025-ci il statistikasından 1872 vətəndaşa 2248 karyera məsləhət xidməti həyata keçirmişik. Bunlar müxtəlif qrupları əhatə edir. Bizim konsultasiya keçdiyimiz vətəndaşların arasında şəhid ailə üzvlərimiz var, əlilliyi olan şəxslərimiz var, müharibə iştirakçılarımız var və fərqli kateqoriyalardan insanlarla belə deyək, konsultasiyalar icra eləmişik. Təkcə 268 əlilliyi olan şəxsə biz keçən il 320 karyera konsultasiyası vermişik. Yəni bunlar kifayət qədər böyük belə deyək, rəqəmlərdir. Və nəzərə alaq ki, biz bunu tamamilə ödənişli şəkildə həyata keçiririk. Məqsədimiz sadəcə faydalı olmaqdır və cəmiyyətin şuurluq səviyyəsini qaldırmaqdır ki, karyera planlamasını daha effektiv şəkildə həyata keçirsinlər. Zeynəb xanım, regional məşğulluq filiallarını qoydum kənara. Mərkəzi karyera filialının karyera məsləhətçiləri ilə necə əlaqə yarada bilər vətəndaşlar? Bu dəstək mexanizmlərindən hansı yollarla yararlana bilərlər? Bizim Alo Karyera dəstək xidmətimiz var. Vətəndaşlar adətən müraciətlərini Alo Karyera vasitəsilə həyata keçirirlər. Amma bundan başqa da sosial şəbəkələrdə və sairədə müraciətlər olduqda onlar da avtomatik olaraq bizə yönləndirilə bilər. Amma əsas bizə müraciət xətti Alo Karyera dəstək xidmətimizdir. Bəli. Alo Karyera ədəsində müraciət eləmək çox sadədir. Elə yeri gəlmişkən bildirim. Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı vasitəsilə dma.gov.az saytı vasitəsilə Alo Karyera dəstək xidmətinə müraciət edə bilərsiniz. Orada qeydiyyatdan keçirsiniz. Karyera məsləhətçiləri artıq daha sonra özləri sizə geri dönüş eləyərək görüş vaxtını, belə desək, müəyyənləşdirirlər və onlayn şəkildə tam rahat bu konsultasiya həyata keçirilir. Hətta bir şəxsə bir neçə konsultasiya belə həyata keçirilə bilir. Odur ki, yararlana bilərsiniz. Sonda yeni ildə, belə deyək, il hələ təzə başlayıb, ona görə yeni ildə şəxslərə öz karyerasını inkişaf elətdirmək, özünü inkişaf elətdirmək və yaxud da ki, öz yolunu tapmaq istəyən, özünü kəşf eləmək istəyən şəxslərə nə tövsiyə eləyə bilərsiniz? Bunu tövsiyə edirdim ki, əsasən gənclərə ki, tələsməsinlər, amma passivdə qalmamalıdırlar. Ən birinci real tövsiyəm bu olar ki, özlərini qiymətləndirməyə bacarsınlar. Hansı bacarıqları var, nələri öyrənməyə hazırdırlar. İnsan özünü obyektiv qiymətləndirməlidir. Bununla məşğul olsunlar və düşünməsinlər ki, bu vaxt itkisidir. Çünki bu əslində uzun müddətli dövrdə onlara çox-çox şeydən qoruyan bir şey olacaq. Karyerasını dəyişmək istəyənlər də olur bizə müraciət edənlər. Onlara tövsiyəm olardı ki, yaş məsələsi, gecikmişəm hissi və s. bunların heç bir maneə deyil. Əsas odur ki,
hardan başlayacağını düzgün müəyyənləşdirsinlər və kiçik amma davamlı addımlarla böyük dəyişikliklər yaratmaq mümkün olur. Yəni bunu nəzərlərində saxlasınlar və motivasiyalarını itirməsinlər. Ümumilikdə isə bunu hamıya tövsiyə edərdim ki, heç kimlə özümüzü müqayisə eləməməliyik. Karyera xətti bir yarış deyil. Hər kəsin öz tempi var, öz öyrənmə yolu var və mərhələsi var. Heç kim sizlə, siz olmaq üstündə rəqabət apara bilməz. Yəni, bunun fərqində olsunlar ki, hamının elədiyi bir dənə yaxşı şey var, o da öz olmaqdır və heç kim bunu sizdən ala bilməz. Ona görə öz karyera xəttlərinə fokuslansınlar və karyerada uğur sürətli şəkildə yüksək qalxmaq, yuxarı qalxmaq məsələsidir. Yəni, bunun fərqində olsunlar. Sadəcə davamlı addımlarla doğru istiqamətdə irəliləməlidirlər. Mən bunu tövsiyə edirəm. Əla. Təşəkkür edirəm. Çox sağ olun Zeynəb xanım. Bu sözləriniz həqiqətən motivasiya verir. Əgər şəxslərin hansısa hissədə əlbəttə ki, bu məsələ ilə bağlı yardıma ehtiyacları olarsa, Mərkəzi Karyera Filialı və Dövlət Məşğulluq Agentliyinə hər zaman müraciət eləyə bilərsiniz. Elə bir qədər əvvəl qeyd elədiyim kimi Allo Karyera dəstək xidməti vasitəsilə. Minnətdaram sizə, çox sağ olun gəldiyiniz üçün. İş saatında bugünlük sizə çatdıracaqlarımız bu qədər, hörmətli izləyicilərimiz. Karyera məsləhəti xidmətindən və eyni zamanda Mərkəzi Karyera Filialının fəaliyyətindən danışdıq. Növbəti həftə fərqli bir mövzu ilə yenə qarşınızda olacağıq. Görüşərik. Hələlik.